Salam əziz kimyasevərlər, bu gün kimya nəyi öyrənirlə qarşınızdayım. Kimya hər yerdə vardır. Gündəlik həyatda gördüyümüz neft və onun məhsulları, gübrələr, yanıcı və partlayıcı maddələr, qida, tikintidə istifadə olunan maddələr, dərman vasitələri, hətta hər gün istifadə etdiyimiz su belə kimyanın məhsullarıdır. Dünyanın mərkəzində olan maddələrdən tutmuş, bilinən ən uzaq qalaktikaya qədər olan maddələrin hamısını öyrənən elm kimyadır. Kimya sözü ərəb mənşəlidir və kimya sözündən gəlir. Bu söz isə Yunan dilində kemiya və ya kemeiya sözləri ilə əlaqələndirilir. Əsas mənası dəyişmə sənəti və ya metalların çevrilməsi kimi izah edilir. Tarixən kimya əlkimiya kimi tanınmış və alkimiya ilə bağlı olmuşdur. Əlkimiya metalların birindən digərinin birbaşa alınmasını öyrənən sahə idi. Ancaq bu təbii ki mümkün olmadığına görə yavaş-yavaş sıradan çıxdı və indiki hal-hazırda müasir kimyaya yerini buraxdı. Kimya maddələrin xassələri, tərkibi, quruluşu, çevrilmə prosesləri və bu zaman baş verən dəyişiklikləri öyrənən elmdir. Məsələn, payız vaxtı yarpaqların rənginin dəyişməsinin səbəbi, meyvələrin fərqli rəngdə olması və yaxud da ki, atmosferin səmasının rənginin mavi olmasını öyrənən elm yenə kimyadır. Kimya 118 elementdən ibarətdir. Bu 118 element periodik cədvəllərdə yerləşdirilir və bu periodik cədvəllərdə onların bir çox xüsusiyyətləri göstərilir. Kimyanın öyrənəcəyimiz əsas bölmələri 7 və 8-ci sinifdə keçəcəyimiz ümumi kimyadır, hansı ki burada maddə və onun xassələrini öyrənirik. Qeyri-üzvü kimya olacaq, metallar, qeyri-metallar, minerallar və digər maddələri öyrənəcək bu kimyada. Üzvü kimyada isə karbon əsaslı birləşmələri öyrənirik. Kimyanın digər elmlərlə birbaşa əlaqəsinə baxsaq, fizika ilə birbaşa əlaqədədir. Atom və molekulun hər ikisində atom və molekulu öyrənirik. Termodinamikanın müəyyən hissəsini həm də kimyada da öyrənirik. Enerjinin ötürülməsi və maddənin hal dəyişmələrini həm kimya, həm də fizika öyrənir. Biologiya ilə kimyanın ortaq bölməsi biokimyadır. Burada düzlallar, karbohidratlar, yağlar, DNT, ATF və digər üzv maddələr öyrənilir. Coğrafiya ilə kimyanın ortaq bölməsi isə geokimyadır. Burada da süxurların, maddələrin tapılmasını öyrənirlər. Təbii ki, riyaziyyatla da əlaqəlidir birbaşa, çünki kimyada olan bütün hesablamalar, əmsallar kimi hamısı riyaziyyatla birbaşa əlaqəlidir. Kimyanın gündəlik həyatda gördüyümüz yerlər geyim, hansı ki, yalnız süni geyimlər, sintetik geyimlər yox, həm də təbii geyimlər də kimya məhsuludur. Mətbəxdə istifadə etdiyimiz hər şey, kağız məhsulları, şirniyyat, polimerlər, neft, qida, dərman vasitələri, bunların hamısını öyrənən elm kimyadır. Sağ olun, gələn dərslərdə görüşmək diləyilə.